Bir neçə növ valideynlik yanaşması var. Bu başlı-başına buraxmaq məsələsi o xaotik valideynlikdir. Onu da heç kəs qəbul etmir və danışdığımız məsələlərdə də bunu müəyyən ediblər, belə bir valideynlik mövzusunu yanaşmasını xaotikdə. Yəni sən boş-boşuna buraxmısan uşaq, nə bir disiplin var, nə bir qayda var, heç bir özü üçün uşaq böyüyür. Bu da qəbul olunmayan bir şeydir. Amma eyni zamanda da sən sərt olub, amma təhqir etmədən, uşağın şəxsiyyətini əzmədən, uşağın şəxsiyyətinə toxunmadan da tərbiyə eləyə bilərsən. Buna bu valideynlik növü də var ki, sən qaydanı qoyursan, sərtsən, axıra qədər gedirsən, güzəştə getmirsən, amma uşağı nə təhqir eləyirsən, nə onu sıxma boğmaya salırsan, nə onun alçaldacaq bir sözlər deyirsən. Təəssüf olsun ki, mən çox müşahidə eləyirəm ətrafımda, sizdə bilmirəm İlahi xanım necədir. Çox belə hallara rast gəlirik ki, uşaqları tərbiyə eləməyin, elə hesab eləyirlər ki, onları təhqir etməklə, sıxma boğmaya salmaqla, alçaltmaqla, bu yolla tərbiyə etməklə o istədiyi nəticəni valideyn əldə alacaq.